Azərbaycanın mədəniyyət tarixində, musiqi tarixində, mədəniyyətimizin, sənətimizin inkişafı tarixində xüsusi xidmətləri olan elimizin, obamızın ağsaqqallarından biri olaraq il arasında zurnaçı, balabançı Cavanşir kimi tanınan Cavanşir ustad sənətkarımız, ustad sənətkar olmaqla yanaşı dövrümüzün, zamanımızın tələblərinə uyğun olaraq Azərbaycanımızın ərazi bütövlüyünün suverenliyi təmin edilməsi məsələlərində də həmişə öz fikirlərini səsləndirmişdir və mən onunla bir neçə dəfə söhbətlər aparmışam. Düşmənə qarşı əks-hücum əməliyyatı ərəfəsində o mənə bildirmişdir ki, əgər Qarabağ işğaldan azad olunarsa, Allah cənab prezidentə can sağlığı, ömür versin. Mən əminəm ki, Azərbaycan prezidenti dünya miqyaslı siyasətçidir. O elə bir tarixi şəxsiyyətin evladıdır ki, o hansı sözü deyirsə, onu da əməl eləyir və öz bəhrəsini də xalqımız, millətimiz, bütün dünya görür ki, həqiqətən Heydər Əliyevin kimi tarixi şəxsiyyətin varisi olaraq, onun siyasi davamçısı olaraq cənab İlham Əliyev bütün dediyi əməl fikirləri yerinə yetirmiş olur. Və bu məsələlərdən biri də 30 ildən artıq işğal altında olan Qarabağ torpaqlarının işğaldan azad edilməsi məsələsi idi və onunla bağlı mən Cavanşir ustad sənətkarla bir dəfə söhbət aparmışam. Balabançı Cavanşirlə bir söhbətlərimiz olmuşdur. O bildirmişdir ki, Qarabağ işğaldan azad ediləndən sonra mən Qəhrəman Əlvəli kəndindən düz Qarabağın mərkəzinə kimi, Xan kəndinə qədər zurna ifadə eləyə-eləyə, balabanımı ifadə eləyə-eləyə həmin əraziyə kimi piyada gedəcəm. Mən də gəldim ki, onun fikirlərinə dəstək olaraq, onun arzularının çin olması ona çatdırım və dəfələrlə gəlmişəm, araşdırmışam ki, onun məzarını ziyarət edeyim ki, həqiqətən onun arzuları çin olmuşdur. Azərbaycan Respublikası öz ərazi bütövlüyünü, suverenliyi təmin etmişdir. Bizim söhbətimiz təxminən onun vəfatından bir il qabaq baş vermişdir. Təxminən 2009-cu ildə və 2009-cu ildə çox böyük əhval-urxu ilə qeyd elədi ki, neçə ki bizim prezidentimiz İlham Əliyevdir. İlham Əliyev, Heydər Əliyev yolunun ən layıqli davamçısıdır. O bizim ərazilərimizi hökmən işğaldan azad eləməlidir və onun hər bir addımı bu istiqamətə yönəlmişdir. Ölkə daxilində və ölkədən xaricdə. Allah rəhmət eləsin ustadımıza, onun arzuları yerinə yetirdi. Artıq ruhu şaddır, bəli. Artıq torpaqlarımız azad olunur. Arzusu idi. O Bəli, cümlədən bəli. Balabançı Cavanşir kimi regionumuzda və respublikamızda tanınmış mədəniyyət xadimi olaraq bu fikirlərini səsləndirmişdir. Onun arzuları çin olmuşdur və biz də ona Allahdan rəhmət diləyirik. Allah bütün qohum əqrəbasına can sağlığı versin. Allah xalqımızı qorusun. Allah cənab prezidenti qorusun. Və mən də gəldim ki, öz borcumu yerinə yetirim. Sizə çox sağ olun. Sizə böyük təşəkkürümüzü. Siz sağ olun Dəmir müəllim. Hər zaman diqqət önündə saxlayırsınız belə sənətkarlarımızı. Gəlmişsiniz qadınların, beynəlxalq qadınlar günündə gəlmişsiniz ki, şəhidlərimizi ziyarət edirsiniz və biz Azərbaycan vətəndaşı olaraq hər bir sahədə olduğu kimi şəhidlərimizə göstərdiyiniz diqqət və qayğıya görə hörmətli Elmar müəllim başda olmaqla sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk ki, şəhidlərimizi həmişə geniş şəkildə təbliğ edirsiniz və bunların hər biri cənab prezidentin tapşırıqlarına, göstərişlərinə, siyasətinə dəstəyin ifadəsidir, göstəricisidir, təzahürüdür. Yəni ölkəmizdə vətənpərvər ruhun daha da yüksək səviyyədə yüksəldilməsi məqsədi ilə bu istiqamətdə işləri daha da genişləndirmək lazım. Yəni ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin geniş miqyaslı fəaliyyətinin həyata keçirdiyi uğurlu məqsədli yönlü siyasətin və bu siyasəti Azərbaycan xalqının, Azərbaycan ordusunun, Azərbaycanın qəhrəman igid oğullarının, şəhidlərimizin verdiyi dəstəyin nəticəsində əldə etdiyimiz uğurların daha da möhkəmləndirilməsi üçün, yəni Azərbaycanın ərazi bütövlüyü, suverenliyi qorunub möhkəmləndirilməsi istiqamətində hazırki vəziyyətdə dünyanın
ən böyük ölkələrinin təcavüzkar işğalçı Ermənistanı silahlandırdığı bir vaxtda, Azərbaycana qarşı yönəltdiyi bir vaxtda təbliğatımızı daha da gençləndirməliyik ki, hər birimiz səfərbər olmalıyıq və 2023-cü ildə əldə etdiyimiz nailiyyətləri qoruyub möhkəmləndirmək məqsədi ilə bu istiqamətdəki fəaliyyətimizi daha da gençləndirməliyik. Siz də bu istiqamətdə fəaliyyətinizi daha da gençləndiribsiniz. Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Siz hörmətli Gülnaz xanım, həqiqətən 21-ci əsr Azərbaycanının siz Həcərisiniz. Siz Çox sağ olun Dəmir müəllim. Möminə xatunusunuz. Siz əsl Azərbaycanın qəhrəman qadınlarından, vətənpərvər qadınlarından biri olaraq öz vətənpərvərliyinizi həmişə nümayiş etdirirsiniz. Və sizdən hamı nümunə götürməlidir. Düzdür, Azərbaycan xalqı çox vətənpərvərdir, çox vətənə bağlıdır, torpağa bağlıdır. Ancaq bu istiqamətdə şəhidlərimizin daim təbliğ olunması istiqamətində fəaliyyətimizi daha da gençləndirməliyik. Nəinki sözdə. Sözlə əməl bir-birini tamamlamalıdır. Görürsünüz, Cənab Prezident öz çıxışlarında deyir ki, mən nəyə demişəm, onu da yerinə getirmişəm. Deyilən ifadələr əməldə, işlə öz təsirini tanımalıdır. Ona görə ki, dövr zaman onu tələb edir. Vaxtilə görün, bir 25 il, 15-16 il bundan qabaq Cavanşir ustad sənətkarla mənim söhbətim olmuşdu. Mən indi gəlib onun söhbətini burada onun qəbri üzərində fikirlərimi əhaliyə çatdırıram ki, həqiqətən Azərbaycan xalqının ürəyi vətənlə həmişə döyünübdür. O cümlədən Balabançı Cavanşirin böyük mədəniyyət xadimi olubdur. Biz onların fəaliyyəti yüksək qiymətləndirmək, biz özümüzə qiymət verməyi birinci bacarmalıyıq. Və qiymət verməklə yanaşı, hər bir vətəndaş üzərinə düşən vəzifələrin ötəsindən layiqincə gəlməklə vətən qarşısında borcunu şərəflə, vicdanla yerinə yetirməlidir. Çox sağ olun, sizə dərin təşəkkürüm və minnətdarlığımı bildirirəm ki, mənim istək və arzularıma çatdırdınız. Ustad sənətkarımızın məzarı önündə mən fikirlərimi çatdırdım, səsləndirdim. Çox sağ Allah olun Dəmir ustad müəllim. sənətkarımıza rəhmət eləsin. Amin Bu inşallah. Azərbaycanımızın ən müqəddəs torpaqlarından biridir. Yəni Əlbəli kəndi Azərbaycanın qərb bölgəsinin demək sipəridir, səngəridir, qoruyucusudur. Uzun müddətli, 30 ildən çox bir müddətdə düşmənlə üzbəüz dayanıb və qərb bölgəsinin müdafiəsində çox böyük qəhrəmanlıqlar nümayiş etdiriblər. Bu cümlədən Balabançı Cavanşirdir. Allah bir daha Cavanşir sənətkarımıza, ustadımıza rəhmət eləsin.